tek başına sizin zəhərlərinizi götürdüysə, bu gündən etibarən öz oğlumla bir yerdə ürəklərinizi bulanlara olacaq. Oğlum, bir-iki dənə də sən sözün. Tamam var. Eşq olsun, bravo, halal olsun sana. Aziz dostlar, hoş gördük hamınızı. Demek, danışacak terbiyesiz adamsız. Türkleriniz olacak biz. Çünkü Ege'ye çıkır ilmiz. Ya doğru güzelden çıkartmayız. Sponsorlarımız uğursuz abort uşaq bağçası. Kişinin başına iş gelen deniz övləri istedi. Sponsorlarımız keçər Baniya buraxdı Germaniya viza mərkəzi. Bacarıqlı əllər suni mayalama mərkəzi. Əziz xanımlar, əgər ev işlərindən yorulmuşsunuzsa və olduca istirahət eləmək istəyirsinizsə, onda 78 sayılı Jenski Kalon sizin yolunuzu görsün. 78 sayılı Jenski Kalon baş sponsorumuz. Daha bir sponsorumuz Matişkes'in kişi gelirleri dükkanı. Teleboz çerez dükkanı ve Jit Budu Toyka Baravskoy Tədris Mərkəzi. Bugünkü qonağımızı siz keçən verilişimizdən çox yaxşı tanıyırsınız. Keçmiş həyat yoldaşı tərəfindən 179 kişi ilə aldadılan əziz qardaşımız Benamus. Namus Bey. Olsun Namus Bey. Buyurun, eşitlik sizi. İlk növbədə sərt təşəkkürümü bildirmək istəyirəm Boşbəqan xanım. Çünki sizin sayənizdə mənim gözlərim açıldı. Və mən nəhayət yaxşı insanları pis insanlardan ayırmağa başladım. Və nəticədə keçmiş nigahından fərqli olaraq bu dəfə çox mədəni, tərbiyəli, hətta deyərdim halal süt əmmiş bir xanımla ailə qurdum. Çox sağ olun. Ne görsən. Təbrik edirəm sizi. Yoldaşınız buradadır. Xeyr. Açığı içmək üzüm dolu görünürəm. Cəmi bir dəfə görmüşəm toyumuzda. Oradakı toyun ortasında işindən zəng edərlər, o da çıxıb getdi. Hüsnün gözəl ayətləri sevgili canan. Bir dəqiqə. Bu nə zövqsüz, mənasız mahnılar mı oxuyursunuz? Siz heç bilirsiniz, hara gəlmişsiniz? Bu cür mahnılarla gənc nəsil, indiki cavanlar sizdən nə götürəcək? Ha oğlum, sən bu kişidən nə sırrısın? Kvadrasiko. Eşq olsun, bravo. Mən məcburam sizi verişlər qovalayayım. Niye? Çünkü siz bu cür arıq mahnılarla bizim reytingləri aşağı salırsınız. Başa düşürsünüz? Sənə yaxşı yox. Oğlum, növbəti qonaqları sən təqdim elə. Konaklar. Bax, bu başqa məsələ. İndi reyting çıxacaq kəllə çarxa və bax, belə şeylərə baxır indiki tamaşaçılar. Qarşılayın, sosial şəbəkələri partladan 5 həftə trenddə olan 200 milyon baxışı olan 2 bacı qrupu. Deyin görün, qrupun adı niyə 2 bacı? Bilirsən Zaporçik. Biz uşaqlıqdan... Bir dəqiq, oğlum sən gəl keç bu tərəfə. Murat, ilk növbədə səni salamlayıram və buradan demək istəyirəm ki, bütün Dastoy oğlanların qapısı tezliklə açılsın. Başa düşdüm. Oğlum, sən get evə mən gözləm. Zapor, Murat, onlar oturur. Bəs sən dayaqdan oturmamısan? Bu oturmaq deyil axı. Murat, sənin verişlərin əsr mədəniyyət ocağıdır, əsr səviyyə ocağıdır, itin malasıdır yalan deyər.
Ha, sözü verək ikinci bacım. Hə, mən bu yaxınlarda boşanmışam. Boşanan kimi də müğənni oldum. Heh, yaxşı yazmaq istiyorum. Əziz tamaşaçılar, əgər siz də bu yaxınlarda boşanmışsınızsa, ondan mütləq bizə müraciət edin. 2 dəqiqəyə sizi etik başlayın. Ulduz müğənni eləyək. Piercing. Ne? Piercing. Aa, bu ne yaptı tıraşımlar? Piercing. Yok be piercing. Yaxşı ki şişlik verirler. Ayak yakışlarıma verirler. Birinci üzüme vurdum. Burnumun deşiğine, sonra kulağımın deşiğine, göbeğime. Görmeyeceğim görmeyeceğim. Belediğin hava bırakın. Gide şeyler bakın. Bir sözle her yerini piercing eləmişəm. Her yerinde. Yani. Nasıl tuvalete de çekildin sen ha? Fasat mı? Hazırlama verirler ha. Fasat için bir zara yapamadım sana. Sen ne diyorsun sen Koca? Ha? Sen de bu piercinglerle tamamlaştın. Biz başa düşmürəm. Başqa mövzu yoxdur. İnanırsan ki yoktu. Dünyada lezzetli bir mevzu varsa, hamısı burada müzakere bize bu dalmışlık onunla gördük. Gece 10 tane paşama geldi. Bakıda bu kadar paşar olur. Bak geldik əsas məsələ. Mənim anjamam təkcə paşam işlədir. Bu hərdən bir müəllim olur, hərdən bir medsesi olur, hərdən bir stüardess olur. Bir-iki dəfə də çoban işləyir. Çoban? Bəli, bəli, özüm görmüşəm. Çoban işləyəndə evdən belə şalvar götürüb belə bıç. Müasir televizyon, ne yapsın ki müasir telekanallarda bir tane marifler dizisi verişi yok da. Ona göre siz mecbur olup bakırsınız İlbize, Yanmana, Zapora, Koşmagan'a. Kasaplardan çıkan işe bile ağırlar bunlar usta. Ah bak işte. Nöbeti bunlardan size takdim ederim Sinan. Bizim verişimizin hiçbiri onsuz geçmesin. Karşılayın güzel insan, hanım, şair, bestekar, Elza Seyircaha. Elza, sen oradan geldin, sen kız olmakta. Ekskluzif şehrin olacak mı diyor? Əlbəttə biz sizin veriliş üçün xüsusi olaraq yeni şeir yazmışam. Ha, buyurun, buyurun. Cırım sənin ağzını. Yoksa da baytırarak ne 200 marka ne oldu? Ay yox, şeirin adı belədir. Ha, onda buyurun, buyurun. Şehrin adı. Cırım sənin ağzını. Cır, 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 cır. Edim səni biyabır. Bır, 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 bır. Vurum sənə bir şillə. Lə, 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 lə. Olarsın indi rüsvay. Vay, 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 vay. Vay, vay. Hamı etirə çıxır, Ha. bir-birini söyür. Aha. Bütün günü qırışır, dalaşır, döyür. Aha. Elza bu adamlardan heç yeri qalmır. Çünki o televiziyanı şehrinə almır. Sağ olsun sana Elsa, sağ olsun. Hamını dolanırsan şehrine. Eşitmədim. Ha, bir dakika sakin olun hanımız. Stüdyomuzda Zen var, alo hanım buyurun, eşitiriz sizi. Ha. Aa, ne yaxşı, ne həkimisiz? Ay, ne güzel ha. Buyurun.
Oba, bak hele. Əyləşən tamaşaçılarımız isə konsertimiz davam edir. Eşq olsun. Və biz inanırıq ki, ən yaxın gələcəkdə Ağdam bütün Azərbaycanın çiçəklənən şəhərlərindən biri olacaq. Yaşasın Azərbaycan, yaşasın bizi Qarabağa gətirən Müzəffər Ali Başkomandan. Ağdam mahnısı, musiqisi Cabir İmanov, sözləri Sevinç Şirin.